Seyyid-i Şühədanı yad eləmək üçün. Seyyid-i Şühədan nə deməkdir? Yəni, şəhidlərin ağası, şəhidlərin sərvəri. İmam Hüseyin bütün şəhidlərin sərvəridir, şəhidliyin simvoludur, şəhidliyin rəmzidir. Odur ki, bugün şəhidləri yad eləyin. Bugün şəhidlərə dua eləyin. Çünki biz nəyimiz varsa şəhidlərimizə borcluyuz. Biz bir millət kimi qalırıqsa, bu millət üçün canından keçən şəhidlərimizin qanına borcluyuz. Bugün bunu uşaqlarımıza başa salaq, bugün bunu övladlarımıza başa salaq ki, şəhidlərin varlığı, ruhu baxımdan var olması, ruhu baxımdan bizim üzərimizə sayə salması nəticəsində biz yaşayırıq. Şəhidlərin sayəsində yaşayırıq. Ona görə də bugün bütün şəhidlərə ehtiram günüdür. Bugün öz şəhidlərimizi yad eləyək. İmkan olduqca qəbirlərin üstə gedib Fatihə verək, dua oxuyaq. Tək-tək. Məclislərdən çıxandan sonra kim istəsə geçsin şəhidləri ziyarət eləsin. Şəhidlərə Fatihə versin, onları dua eləsin. Bugün haqqın batilə qələbə çaldığı gündür. Bugün kiçik bir dəstə öz qanları ilə qılınclara qalib gəldilər. Bugün qanın qılınca qələbə çaldığı gündür. Onlar istəyirlər İmam Hüseynin adını aradan aparsınlar. Onlar istəyirlər İmam Hüseynin ideyasını, fikrini, yaşatdığı dəyərləri aradan aparsınlar. Amma bugün baxın, onların adı nifrətlə yad olunur. Hüseynin məhəbbəti ürəklərdə yaşayır. Məyər bu Hüseynin qələbəsidir? Bu İmam Hüseyin əleyhissalamın qələbəsidir. Hazır qardaşım ərz elədi ki, Allah şükür gəldi. Ayağım qoydu Hüseynin sinəsinə. Bir xanım Zeynəb baxırdı. Əlində də xəncər vermişdir. Bir təkavürdü xanım, xəncərin qatilindən alar. İstədi Zeynəb şimdidən xəncəri yansın. İstədi şimdidən xəncəri yansın Zeynəb. Mən bilmirəm Zeynəbin əllərini hala qaldı. Xanımdan nə nalələr çıxdı.